Bay Fatih İctimai Yaşayış Obyektində yoxlama aparılıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ev 3 mənzil 15 ünvanında fəaliyyət göstərən Bay Fatih İctimai Yaşayış Obyektində plandan kənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xam mal ət məhsullarına dair müşayiət edici sənədlərin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan Çivas MT nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Qeyd edək ki, Bay Fatih restoranının məşhur meyxanaçı Akşin Fatihə məxsus olduğu bildirilir.